Herkese salam. Kanalıma xoş gəlmisiniz. Hörmətli valideynlər və əziz uşaqlar, YouTube kanalında gördüyünüz qısa videolarla yanaşı, həmçinin ətraflı, mərhələli şəkildə izah olunmuş videolarımız YouTube kanalında yerləşdirilmişdir. YouTube kanalına daxil olaraq axtarış bölməsində zəkalı addımlar yazaraq mənim səhifəmə keçid edə bilərsiniz. Ardıcıl səhifə 47 birinci tapşırıq. Demək, birinci tapşırıqda baxırıq. 7 ilə 9-un arasında nə qədər artım olur? Üstəgəl 2 kimi. Baxaq, üstəgəl 2 edir 9. Daha sonra isə 9 ilə 12. 9-un üzərinə 3 gəlib 12-ni alıb. Deməli, ardıcıllığımız necə gedir? Üstəgəl 2, üstəgəl 3. 12-nin də üzərinə 2 gəlib 14 edib. 14-ün də üzərinə 3 gəlib 17 edib. Deməli, ardıcıllığımız 2, 3, 2, 3 kimi davam edir. Demək, baxırıq. Sarı ulduzlarımız nədir? Üstəgəl 2. Mavi ulduzlarımız isə üstəgəl 3-dür. 11, 2 və 3. 12, 13. Deməli, 11-in üzərinə 2 gəlirik. Edir 13. 13'ün də üzərinə 3 gəlirik. Edir 16. Doğru cavabımız 16'dır. C variantı. Keçid edirik ikinciyə. 8 ilə 12'nin arasında fərqə. Aha, 8 ilə 12'nin arasında 4 fərq var. 8'in üzərinə 4 gəlirik. Edir 12. Daha sonra isə 14 ilə də 12'nin arasında 2 var. Burada da topumuz eləyəcək 10. Buradakı rəsmimizin yerinə olur 10. Yəni 10'dan da 2'ni çıxır. Edir 8. 8'in də üzərinə 4'ü gəlir. Eləyir 12. 12'dən 2'ni çıxır. Edir 10. Onun üzərinə 4 gəlir, edir 14. Gilasımız 14'dür. Yazırıq yerinə. Deməli, bu dairə şəklində qarpız dilimidir. O da olur 10. Yəni 14 çıxılsın 10. Edir 4. Doğru cavabımız A variantıdır. Keçid edirik 3-cü tapşırığa. 3-cü tapşırıqda bir-birinə əlaqələrə baxırıq. Baxaq. Deməli, 8 ilə 6. Üstəgəl 2, 8. 4 üstəgəl 2, 6. 3 üstəgəl 2, 5. Baxırıq, 7'ni soruşur. Deməli, 7'nin də üzərinə 2 gəldikdə edir 9. A'mız nədir? 9. Doğru cavabımız B cavabıdır. Baxırıq 4-cü tapşırığa. 4-cü tapşırıqda 12 ilə 9'un arasında. Baxın, 12'dən 3'ü çıxıb 9 alıb. 9'dan yenə 3'ü çıxıb 6'nı alıb. 6'dan 3'ü çıxıb 3'ü alıb. Ardıcıl 2'dən 3'ü çıxıb 9 alıb. 9'dan 3'ü çıxıb 6'nı alıb. 6'dan 3'ü çıxıb 3'ü alıb. Deməli, doğru cavabımız C variantıdır. Baxırıq 5-ci tapşırığa. 5-ci tapşırıqda demək, 5 ilə 3'ün arasında əlaqə çıx 2 kimidir. 3 ilə 4'ün arasında əlaqə üstəgəl 1 kimidir. 4 ilə, demək, A'nı tapmaq üçün 4'dən ardıcıllıq belə gedir. Çıxılsın 2, üstə gəlinsin 1. 4 çıxılsın 2, edir 2. A'mız 2'dir. 2'nin də üzərinə 1 gəlib 3 alıb. İndi A'nı tapaq. Deməli, 3'dür. Üstə gəl 1 yazsaq, ardıcıllığımız olaraq. Deməli, 2'nin üzərinə 1'i gəlib 3 edib. 3'dən 3'ün üzərinə 2 gəlib 5 edib. 5'in üzərinə 1 gəlib
6 edib. Demək, A'mız 2'dir. Baxın 2, 2A. Görürsünüz, burada A'nı tapdıq. Burada A'nı qoyduq yerinə ki 2'dir. 2'nin üzərinə 1 gəlib 3 edib. 3'ün üzərinə 2 gəlib 5 edib. 5'in üzərinə 1 gəlib 6 edib. Yəni üstə gəl 1, üstə gəl 2 kimi davam edib. 6'nın da üzərinə 2 gəlməli. Çünki ardıcıllığımız bu şəkildədir. 6'nın da üzərinə 2 gələndə 8 edir. B'miz 8'dir. Doğru cavabımız A cavabıdır. Keçid edirik 6-cı tapşırığımıza. 6-cı tapşırıqda baxırıq. Deməli 4 bucaqlı verilib. Bu 4 dənə bucağı var. 4 bucaqlıdır. Yəni kvadratdır. Kvadrat verib, bu 4 bucaqlıdır. Baxırıq bura. Burada deməli bizə nə verib? Bir kvadrat verib, bir 3 bucaq verib. Yəni 4 bucaqlı, üstə gəl 3 bucaqlı. Burada nə verib bizə? Deməli 4 bucaqlı, üstə gəl, yəni kvadrat üstə gəl 6 bucaqlı. Yəni 4 bucaqlı, üstə gəl 6 bucaqlı. Burada nə verib bizə? Baxırıq. 4 bucaqlı, üstə gəl 6 bucaqlı, üstə gəl 3 bucaqlı. Deməli 4'ün üzərinə 3 gəlib. Edib 7. Burada eləyib 10. Burada da eləyib 13. Deməli biz burada elə bir fiqur tapmalıyıq ki, ardıcıllıq necə gedib? Necə arta-arta gedib? 4 ilə 7'nin arasında üstə gəl 3 var. 7 ilə 10'un arasında üstə gəl 3 var. 10 ilə 13'ün arasında üstə gəl 3 var. Deməli burada da nə olmalıdır? Üstə gəl 3. Yəni 16 olmalıdır. 16 burada hansıdır? Baxırıq. 6 bucaqlı, üstə gəl 5 bucaqlı, üstə gəl 5 bucaqlı. Deməli eləyir 16. Burada 2 dənə kvadrat verib B'də, yəni 4 bucaq üstə gəl 4 bucaq. Bu edir 8. C'də isə 3 bucaq və 6 bucaq verib. Burada da elir 9. Demək 16 olan bu fiqur olacaq burada ardıcıllıq olaraq. Yəni doğru cavab A cavabıdır. Davam edirik. 7-ci tapşırığımıza baxırıq. 7-ci tapşırıqda 8 var, düzdür? Baxaq, 3'ün üzərinə 5 gələndə 8 edir. 5'in üzərinə 7 gələndə edir 12. Deməli, bu rəsmimiz 12'dir. 7'nin də üzərinə 4'ü gəlib, edib 11. Deməli, bu rəsmimiz neçədir? 12. İndi davam edirik. 12'nin dir üzərinə 3 gəl. Neçə elədi? 15'dir. 15'dən 2'ni çıx. Elədi 13. 13'ün dir üzərinə 3 gəl. Elədi 16. 16'dan dir 2'ni çıx. Edir 14. 14'ün dir üzərinə 3 gəl. 14'ün də üzərinə 3 gələndə bizə verir 17'ni. Deməli, sual işarəmizin yerində 17'dir. Doğru cavabımız B cavabıdır. 8-ci tapşırığa baxırıq. 8-ci tapşırıqda 12 ilə 11'in arasında bir azalma var. 11 ilə 16'nın arasında 5 artım var. 16-15 yenə bir azalma var. Deməli, ardıcıllığımız necə gedir? Çıxılsın 1, üstə gəlsin 5, çıxılsın 1. Deməli, necə olacaq? Üstə gəlinsin 5, yəni 15 üstə gəl 5 edir 20. Doğru cavabımız B cavabıdır. Keçid edirik 48-ci səhifəyə. 9-cu tapşırığa baxırıq. 4 ilə 8'in əlaqəsinə. Deməli, üstə gəl 4. 4'ün üzərinə 4 gəlib, edib 8. Baxırıq. Onun üzərinə 4 gəlib, yenə edib 14.
Daha sonra isə 6-nın üzərinə 4 gəlib edib 10. Bizdən nə soruşur? 12-ni. 12-nin də üzərinə 4 gəlsək edəcək 16. Doğru cavab C bəndidir. Keçid edirik 10-cu tapşırığa. Baxırıq. Baxın, diqqət edin. Burada bir üçbucaq rəsmi verilib. Baxın, burada bir üçbucaq rəsmi verilib. Nə deyir? Çıxılsın üçbucaq. Yəni üçbucaq. Burada nə rəsmi verib? Beşbucaqlı. Burada nə deyir? Üstə gəlinsin beşbucaq. Burada yenə üçbucaqdır. Çıxılsın üçbucaq. Burada üstə gəlinsin beşbucaq. Çıxılsın üçbucaq kimi verilmişdir. Baxırıq. 12-dən 3'ü çıxıb 9 alıb. 9-un üzərinə 5 gəlir 14. 14-dən 3'ü çıxır alır 11. 11-in üstünə 5 gəlir alır 16-nı. 16-dan 3 çıxır. A'mız nə olur? 13. Deməli A'mız nəyə bərabərdir? 13'ə. Doğru cavabımız C cavabıdır. Keçid edirik 11-ci tapşırığa. 5'in üzərinə 4 gəlsək 9 edir. 9'un üzərinə 3 gəlsək 12 edir. Deməli 12'nin üzərinə 4 gəlsək 16 edir. 16'nın üzərinə 3 gəlsək 19 edir. Deməli bizim mavi rəngli çiçəyimiz 4'dür. Digər sarı rəngli çiçəyimiz isə 3'dür. Deməli üstə gəl 4, üstə gəl 3 olan bəndimiz B cavabıdır. Doğru cavab üstə gəl 4, üstə gəl 3. Keçid edirik 12-ci tapşırığa. 12-ci tapşırıqda baxırıq. Deməli 1, 2, 3 sıra verib. Birinci sıradakı əlaqəyə baxırıq. Biraz qarışıq olduğu üçün üstdən aşağı baxaq. 3, 4, 5. Deməli bunların arasında əlaqə hamısı üstə gəl 1 kimidir. Yəni 3 üstə gəl 1 edir 4, 4 üstə gəl 1 edir 5. İndi baxırıq ikinci sütuna. Burada oldu. Üstə gəl 1. İkinci sütunda baxırıq. 6, 8, 10. Yəni üstə gəl 2 kimi. 6 üstə gəl 2 edir 8, 8 üstə gəl 2 edir 10. Üçüncü sütun kimi baxaq. 7 ilə 10. Deməli necə olur? Üstə gəl 3. 7 üstə gəl 3 edir 10. 10 üstə gəl 3 edəcək 13. Yəni bizim B'miz artıq 13'dür. Digərinə baxırıq. 2. Burada da ardıcılıq necə gedir? 1, 2, 3. Bu da olacaq 4. Deməli 2'nin üzərinə 4 gəlir, alır 6. 6'nın üzərinə 4 gəlir, alır 10. Deməli A'mız da nədir? 6. Yəni 13 çıxılsın 6. Bu da edir 7. Doğru cavabımız C bəndidir. Keçid edirik 13-cü tapşırığa. 8'dən 3'ü çıxıb 5 alıb. Daha sonra isə 12'dən 3'ü çıxıb 9 alıb. Baxırıq. Deməli 14'dən 3'ü çıxıb nəyi alıb? 11 alıb. İndi bizdən soruşur bu iki rəsmi. Artıq biz başa düşdük ki, rəqəmlər arasındakı əlaqə çıxılsın 3 kimidir. Biz elə bir rəqəmlər yazmalıyıq ki, rəsmlərin yerinə. Çıxılsın 3'dən istifadə edin. Nəticə olaraq cavab C cavabdır. Yəni 3'dür. Çünki bütün rəqəmlər arasındakı əlaqə çıxılsın 3'dür. İndi biz rəsmlərin yerinə də rəqəm qoya bilərik. Məsəl üçün mən qoymuşam 6. 6'dan 3'ü çıxmışıq, alınıb 3. Siz qoya bilərsiniz məsəl üçün 9. 9'dan deyək ki 3'ü çıxırıq, alınır 6. Yəni hər bir halda bizdən burada testdə nəticəni soruşur. Ki yəni əlaqə, aradakı əlaqəni soruşur.
Ona görə cavab C-dir. Yəni çıxılsın 3 kimi davam edir. 14-cü tapşırıqda 2 sütundur. Deməli 3 ilə 4-ün arasına baxırıq. 3 4. 3-ün üzərinə 1 gəldikdə 4 edir. 5-in üzərinə 2 gəldikdə 7 edir. 8-in üzərinə 3 gəldikdə 11 edir. Yəni üstə gəl 1, üstə gəl 2, üstə gəl 3. Deməli burada nə olmalıdır? Üstə gəl 4 olmalıdır. Neçənin üzərinə 4 gəlsək, digər rəqəmi vermiş olsun. Baxırıq cavablara. 12. 12-nin üzərinə 4 gəldikdə 16 edir. Bu variant uyğundur. Baxırıq B cavabına. 11-in üzərinə 4 gələndə bizə verir 15. Deməli, bu deyil. 2-nin üzərinə 4 gələndə bizə 6-nı verir. Deməli, bu cavab da deyil. Doğru cavab A bəndidir. Yəni, 12 üzərinə 4 gəldikdə bizə 16-nı verir. Doğru cavab A bəndidir. Keçid edirik 15-ci tapşırığa. 15-ci tapşırıqda 1-ci, 2-ci və 3-cü sıralar verilmişdir. Baxaq, ardıcıllıq bir-birinə olan əlaqələrə 5 ilə 8-in arasında artaraq getdiyi üçün nə qədər artır? 3. 5-in üzərinə 3 gəldikdə 8 edir. 8-in üzərinə 3 gəldikdə 11 edir. 11-in üzərinə 3 gəldikdə 14 edir. Deməli, burada ardıcıllıq üstə gəl 3 kimi davam edir. İkinci sıraya baxırıq. 9 ilə 11-in arasına. Burada üstə gəl 2 kimidir. 11-in də üzərinə 2 gəlib 13 edib. 13-ün üzərinə 2 gəlib 15 edib. Burada da ardıcıllıq müsbət 2 kimi gedir. Üçüncü sıra. Üçüncü sırada deməli azala-azala gedir. Üstə gəl 3, üstə gəl 2. Deməli, burada nə olacaq? Üstə gəl 1 olacaq. Deməli, bura elə rəqəmlər yazmalıyıq ki, üzərinə 1 gəldikcə yanındakı ardıcıl olaraq rəqəmi bizə təqdim etsin. Baxırıq cavablara. 10-dan 1 çıxanda 9 alıb, 9-dan 1 çıxanda 8 alıb, 8-dən 1 çıxanda 7 alıb. Bu doğru cavab deyil. Ona görə ki, bizdə hamısı üstə gəl 3 kimi, 2 kimi, üstə gəl 1 olmalı. Yəni, toplama əməlləridir. Deməli, bu deyil. 3 ilə 5 arasında, 5 ilə 7 arasında fərq çoxdur. Baxırıq A-ya. A-da necədir? 7. Deməli, 7-nin üzərinə 1 gəlir 8. 8-in üzərinə 1 gəlir 9. 9-un üzərinə 1 gəlir edir 10. Deməli, doğru cavabımız A cavabıdır. Hörmətli valideynlər və əziz uşaqlar, kanalıma dəstək olmağı, videoları bəyənməyi, şərh bölməsində fikirlərinizi bölüşməyi unutmayın. Gələn dərslərdə görüşmək ümidi ilə. Hələlik!